Zığ gəmi təmiri və tikintisi zavodunda 5 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb. Baş prokurorluqdan verilən məlumata görə zavodun 61 saylı üzən tərsanəsində prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub. Eləcə də digər zəruri prosessual hərəkətlər icra olunub. Hadisə ötən gün axşam saatlarında baş verib. Zığ gəmi təmiri və tikintisi zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 7 əməkdaşı qazdan zəhərlənib. Onlardan 5 nəfərdə həkimə qədər ölüm qeydə alınıb. Zərər çəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə hospitalizasiya olunub. Kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə dünün 17:45 radələrində 2 cavan şəxs Məmmədli Xəyal və Əzizov Cahangir bunlar müraciət etmişdi təcili tibbi yardım vasitəsilə. Burada naməlum, kliniki diaqnoz naməlum inqalyasiyon şəkildə qaz ilə zəhərlənmə orta ağır dərəcəsinə yaxın. Bunların vəziyyətini qiymətləndirərək, bunların şikayətlərini nəzərə alaraq, belə ki, həm lazım olan tədbirlər, həm də məsləhətlər verilmişdi. Və qısa müddətdə bunların vəziyyətləri ki, stabilləşmişdi. Onlara evə də məsləhət verilib, evə buraxmışdılar.